Birlikdən sifarişlərim gəlib, birini dözməyib açdım. Çox gözəl ətri olan belə bir parfümümüz var. Beauty Cafe Belize. Bunun kaprisini də çox bəyənirəm. Bir də Kirşan ətirli sadə Beauty Cafe var. Parfüm bu çox gözəldir, qalıcılığı da çox qəşəngdir. Sonra belə bir duş geli almışdım. Badamlı krem duş geli, onun sabununu da götürüblər. Belə bir çiyələklisini, sonra şaftallı duş geli, sonra belə bir qab yuyan, sonra hava təmizləyicimiz, evdə pişiyim var, yerləri təmizləmək üçün lavandalı təmizləyici, sonra belə bir hava təmizləyici, sonra belə bir duş geli, şampun, olmazsa olmazımız Faberlic'in çox gözəl bir vasitəsidir, soba təmizləyəni. Sonra bunu dəst şəkildə almışam, hədiyyə verəcəm. Onun 100 ml parfüm. Yanında təraş köpüyüdür, təraş gelidir, aftershave-dir. Sonra yenə belə bir hava təmizləyicimiz. Arxada dağınıqlığa fikir verilmiş ştativ filan. Aha, sonra belə mətbəx sabunu, nar qoxuları aradan qaldırır. Sonra yenə də şaftallı belə bir sabun. Sonra belə bir anti akne serisindən lasyon. Baxın, bu lasyonudur, anti-kremdir və üz yuma gelidir. Buyurun, baxın, pleşikləri, səpkilərin hamısını tərtəmiz edir və bu seriyadan, Ventaventuradan bir də anti-perspiran. Sonra bunu almışam, bu indirimdədir, yəqin ki satışdan çıxacaq limitdir. Sonra yeni belə bir tuşlarımız var. Bu tuşumuz usma tərkibində yağ var və kiprikləri həm də uzadır, qulluq edir və bunu növbəti kataloqda əldə edə biləcəksiniz. Murmur parfümünü kim bilirsə. Baxın, bu parfüm ən sevdiyim parfümlardandır. Bu da onun tuşudur. Düşünürəm ki, hədiyyəliyi çox gözəldir. Hətta bunun əl kremi də var. İnşallah ambara gələndə sifariş verə bilərsiniz. Də şəkildə bunu çox gözəl almaq olar. Çox qəşəngdir.